Salam aleykum. Qısa da olsa Kəbə evi haqqında danışa bilərsiniz. Kəbə evi Allahın evi sayılır, Beytullah. Və Allah onu özünə nisbət edib, şərəfləndirmə babından, təşrif babından. Və Allah nəyi özünə nisbət edibsə şərəfləndirib. Yəni Allah nəyi özünə nisbət edibsə əşyalardan şərəfləndirmək babındandır. O birisiləri isə onun sifətləridir. Aydındır. Məsələn, Allah Subhanahu taala deyir ki, məsələn, öz əlimlə yaratdığıma. Yəni Allah burada özünə əl nisbət edir. Amma bir də ki, Beytullah, Allahın evi. Evi də özünə nisbət edir. Lakin burada təşrifdir. Həmçinin Nəqatullah, Allahın dəvəsi, bu da o dəvəni şərəfləndirmək babından, hansı ki, Səmud qövmü o dəvəni öldürdülər və Salihi yalanladılar, aleyhissalam. Bu təşrif babındandır. Və Kəbə təşrif babından, şərəfləndirmək babından Allah təala onu özünə nisbət edir. Başqa evləri yox. Və Kəbə evinin bəzi rivayətlərə görə, bəzi rəylərə görə daha doğrusu əsasını Adəm aleyhissalam qoyur. Bəzi rivayətlərə görə. Və lakin səhih olan qoyur ki, İsmail, atası İbrahim və İz yarfa İbrahimu və İz yarfa İbrahimu və İz yarfa qavaidəl beyti və İz yarfa İbrahim və İz yarfa İbrahimu qavaidəl beyti və İsmail. O zaman ki, İsmail və İbrahim evin əsasını qaldırdılar. Evet. Bu ayədəlidir ki, İbrahim və İsmail aleyhissalam vaxtında tikilib. Onlar tikilib. Və o gündən bu günə ora, yəni qalıb, Allah təala oranı müsəlmanlar üçün yer seçib, hansı ki, insanlar ora qayıdacaq və insanların qəlbi ora qayıdacaq. Və Kəbə ən maraqlı nədir? İnşallah Allah nəsib eləsin, getməyənlər də getsin Kəbəyə. Kəbədə ən maraqlı nədir orada? Kəbəyə adam ancaq ibadətə gedir. Yəni orada dünya yoxdur. Evet. Ancaq dağlardır, yəni lüt dağlardır, heç nə yoxdur. O da dağdır. Yəni deyəsən gedib adam çaya baxmağa gedir orada. Yəni marağı olsun. Ona görə İbn Qeyyim rəhməhullah ki, Allah evini elə yerə seçdi ki, insanlara ixlasla getsin. Məsəl üçün də Kəbəni Allah Teala ən gözəl yerdə də eləyərdi. Ən gözəl yerdə. Prosta insanın niyyəti qarşıdır. Gedim orada şəlaləyə də baxım, dağa da baxım, karusele də minim məsələn. Niyyət qarşı. Amma heç kim Kəbəyə elə getmir. Hamı sırf niyyətlənir ibadətə. Ona görə bəzi azğın firqələr var, onlar Əli radiyallahu anh iftira atırlar, deyirlər ki, Əli radiyallahu anh Kəbədə gəzəndə ayağına daş batır. Belə baxır, belə dağlara deyir ki, ya Rabbi deyir, deyir, ev seçməkdə düz eləməmsən. Auzubillah. Yəni daş düşdə ev seçmirsən. Şeytan.